bərabər imkanlar yaratdı, qadınlar işləməyə başladılar. Onlar özləri pul qazanmağa başladılar. Amma fundament də qadın düşüncəsində o kişisinə heyran olmaq istəyir, qalıbdır. O istəyir ki, kişi ondan daha da uğurlu olsun, daha da varlı olsun, daha da çox resurslu olsun. Amma sən bərabərlik yaradandan sonra əgər hər iki, həm qız, həm oğlan eyni universitetə gedir, eyni yaxşı təhsil alır, eyni işə başlayır, onun şansı yoxdur ki, oğlan səndən çox uğurlu olsun və sən ondan heyran olasan. Və New Yorkda belə bir araşdırma keçirilmişdi. 2 milyon subay, çox yaxşı təhsilli, çox gözəl qadın var. Və onlar gözləyirlər ki, onlardan daha uğurlu kişi olsun. Və statistikaya görə 2 milyon bu qadına 40 min dənə cəmi kişi var. Onların gözləntilərini qarşılayacaq. Və biz burada fundamentdə qadınlara bunu anlatmalıyıq ki, dünya dəyişibdir. Yəni ki, artıq kişilərin o çəhrayı rəngdəki o gözlüklərini çıxartsınlar. Kişilərin o üstünlüyü yoxdur artıq ki, o sizdən uğurlu olsun. Çünki imkanlar bərabərləşibdir.